Son illər ABŞ və Avropa İttifaqı arasında Ukrayna müharibəsinə yanaşmada ciddi fikir ayrılıqları müşahidə olunur. Xüsusilə Donald Trump'ın yenidən hakimiyyətə qayıtması və Amerika hər şeydən öncə şüarı ilə radikal qərarlar verməsi Avropa İttifaqında dərin narahatlıq yaradıb. Məlumatlara görə ABŞ rəhbərliyi Rusiya ilə birbaşa danışıqlara başlamaq niyyətindədir. Bu isə Avropada ciddi etiraz doğurub. Çünki Brüssel belə bir prosesin Ukraynanın iştirakı olmadan aparılmasını qəbul edilməz sayır. Avropalı liderlər bu cür diplomatik manevrləri Avropa İttifaqının maraqlarına zidd hesab edir və münaqişənin həlli prosesindən kənarda qalmaq istəmirlər. Donald Trump'ın ən güclü Amerika ideyası təkcə daxili siyasətə deyil, beynəlxalq münasibətlərə də təsir edir. Trump'ın bəyanatları göstərir ki, o Ukraynanın taleyini yeni strategiya ilə müəyyənləşdirmək istəyir. ABŞ-ın ənənəvi müttəfiqlərini açıq şəkildə tənqid etməsi və hətta onlara iqtisadi sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıqlar Qərb Birliyinin əsas sütunlarını sarsıdır. Bugün dünya kollektiv qərb anlayışının mövcud olub olmaması məsələsini müzakirə edir. Artıq beynəlxalq media Rusiya-Ukrayna müharibəsini ikinci plana ataraq ABŞ və Avropa İttifaqı arasında qarşıdurmaya fokuslanıb. Münxen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidentinin çıxışı isə bu gərginliyin təzahürü oldu. Vaşinqton Ukrayna məsələsində Rusiya ilə birbaşa danışıqlara can atır. Müharibəni nəzarətdə saxlamaq və öz maraqları çərçivəsində nizamlamaq istəyir. Brüssel isə tam əksinə Rusiyanı maksimum zəiflətmək və Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün sərt mövqe ortaya qoyur. Avropa İttifaqının bu məsələdə fəallığı, Ukrayna ilə bağlı fövqəladə sammitlər təşkil etməsi və münaqişəyə daha çox müdaxilə cəhdi bunu bir daha təsdiqləyir. Donald Trump'ın Rusiya ilə dialoq aparmaq istəyi və ABŞ-Avropa münasibətlərində yaranan uçurum Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. Avropa İttifaqı xüsusilə Ermənistanda yerləşdirdiyi monitoring missiyası vasitəsilə bölgədə möhkəmlənməyə çalışır. Lakin Trump administrasiyasının Rusiyaya qarşı yumşaq yanaşması bu balansı poza bilər. Vaşinqtonun Qafqaz siyasətindəki dəyişikliklər Kremlin təsir imkanlarını gücləndirərsə, Avropa İttifaqının regionda iştirakına ciddi maneələr yarana bilər.